Allah Eduard Nazarovu qəni-qəni rəhmət eləsin. Putişestriya Muravya, Jıl-Bıl Piyos, uşaqlığımızın multiklərin çəkən insan. Biz ov hərisi, balıq hərisi, quş hərisi deyilik ki. Biz təbiəti sevmək amalında, təbiətlə ahəngdə bir yerdə olmaq prinsipi ilə böyümüşük. Ona görə bu torpaqdan əl çəkə bilmirik. Və yanvar ayının ki, 2-sin, 3-sin keçdi bu tərəfə, gün ki uzandı, torpaq ayılır, günəş ki uzandı, yəni dekabrda belə otura bilmərsən burada. Təbiət qoynunda olan insanlar bunu hiss eləyir. Gün ki uzandı, indi bir dəqiqə 5-in yarısıdır, hava qaralmıyor belə. Yəni təbiətlə vəhdətdə olmaq, bax bu qulaq deşən sakitçilik, təmiz hava. Əslində burada əbədi yaşamaq olar. Prosta kommunal xərcləri də ödəmək lazımdır.